Əla. Deməli gəlirik. Birinci məsələmiz belə sadə seçkilə məsələsidir. Yanımda 3738-ci məsələdir. Deməli, necə düşünürsən məsələni? Yəni biz bunu sadə yolunu öyrənmişik. Yəni bir dənə massiv verilib, onu azalmayan qaydada seçkiləmək lazımdır. Yəni ən sadə, çox sadə də həlli var. Yes, qoyub yerinə yazırıq. Yəni bu həllin görək middən kimsə yazıb göndərəcəkmi, baxaq. Yəni bunun həllin biz keçən dəfə işləmişdik onsuz. Yəni demək olar ki. Yəni sortun ən sadə məsələsidir, ən asan məsələsidir. Belə. Yəni massiv də yazıb eləyə bilərik. Massivdə də problem yoxdur, çünki zaten bizə giriş verir. Okay. Vektorda da onsuz problem yoxdur. Yəni giriş versin, verməsin, onun bizə çox da böyük bir fərqi yoxdur. Okay. Gəlin onda bunun həllini biz vektorla və massivlə yazaq. Massivlə. Bir dənə deməli int n yaradırıq. Düzmü? Məhdudiyyətlərimizə baxacağıq indi. Görək int bizə çatırmı, yoxsa long lazımdır. Məhdudiyyət verməyib heç. Ha, verib burada. N 10.000'dir. 100.000 daha doğrusu. 10/6'dır. Bəs eləyər inti. On üstü 6 2 üstü 8 9 falan belə bir şey. Gəlin long yazalım. Yes. Məncə də sıxışar. Yoxlayaq. İndi bir dənə də array yaradırıq. Int qoyum tipini arrayində ayın. Yoxsa neysə bir təklifimiz var array ilə bağlı. Inputumuzu daxil elədik. Bu ədədlər də bu daxil olma hissəsi buradır. Cavab verməliyik. Nə edirik burada? Bir dənə sort. Düz. Nə? A plus n. A plus n düzdür yazılış. Təəssüf ki, yox. Belə necə çox xırda görünür. Ya max belə böyüdür, o da çox da böyütmür. Okey, gəlin bu kodunu da burada yazaq. Burada böyüdüb baxaq. Burada yeni bir şey açaq. Okey, baxın burada yazaq. Burada yazıb baxaq, sonra orada şey elərik. Okey, deməli intlə daxil elədik, sort elədik. Buradan da sin yox, siyahət eləyəcək, çıxışa verəcək. Düz. Siyahət, amma çıxışımız necədir? Belə və belə. Gəlin bunu run eləyək. Burada okey, bunun adını qoyaq. Sort. Okey. Bizim inputumuz necə idi? 10 girişimiz. Okey. 1 1 2 2 3 3 4 6 7 8. Düz verdi, düz. Amma bizim indi bu keçib keçməyəcək, onu bilirikmi? Yox. Yoxlayaq. Yoxlayaq. Həll göndərək, yoxlayaq. Buradan baxın, təqdim etə basıram. Başlayır. Keçdi. İndi bəs eləyir bizə. 10/9'dan çox deyil çünki. 19'dan çox olmayan n tam ədəd verilir. Tam ədəd, n-dən tam ədəd. 18 müsbət, 18, 16.
208, 208. Mənfi müsbət. Intin tutduğu. Yes. Neysə, bu sadə bir çeşidləmə məsələsi idi ümumiyyətlə. Növbəti indi belə bir məsələmiz var. Bu da çeşidləmə məsələsidir. Sıralama sayma ilə 0-15 aralığında olan n ədədi çeşidləyin deyir. Bunun 2327. 2327. Deyir ki, n dənə ədəd verilib. Sehirli sayma çeşidləmə gücündən istifadə edərək bu n dənə ədəd çeşidləyin. Birinci sətirdə n ədədi verilir, sonra çeşidlənəcək n ədəd təqdim olunur. Bayaqki kod keçərmi? Bura yoxlayaq bir dənə. Baxın, bayaqki kodun eynisini yapışdırıram bura və təqdim edirəm. Yes, eyni şeydir, fərqi yoxdur yəni. Şərtlər biraz dəyişilib, sehirli sayma çeşidləmə yolunda. Əslində bunun sayma ilə həlli var. Yəni, əgər şərtə uyğun həll yazsaq, sayma ilə həll yaza bilərik. Amma yəni bizə ehtiyac yoxdur. Necə? Sayma ilə deyəndə özümüz sort yazırıq. Necə? Özümüz sort edirik. Yəni oxşur. Yəni niyə sort funksiyası istifadə edirik? Rahat, optimaldır. Yes, yəni. Yəni yes. Orada bilirsən necə edirik? 2327-ci əsərdə sayma ilə deyəndə biz şey götürürük. Yəni bir maksimum V götürürük yuxarıda. Bir dənə də int tipində array götürürük. Yəni bir növ özümüz sort yazırıq da, yəni. Hətta özümüz sort yazırıq. Amma optimal sort yazırıq. Bax belə bir şey eləyə bilərik. Bax gəl yaxşı bunu biz sayma üsulu deyir. Sayma üsulunu yazaq həlli. Gəlin bunu elə burada var idi, burada. Baxın bu sortu silirəm. Baxın bunu. Təbii ki, burada massivimizi mən qlobal elan edəcəm. 10/5-dir deyə. Yəni onsuz qlobalda 0-dan dediyimi dolur. Stackdə yad saxlanılır, problem olmur. Bax belə yazalım. Bax. Const int n int n bərabərdir nəyə? Ya da n yazmayaq. Const int maksimum massivimizin maksimum ölçüsünü yazaq. Maksimum v qoyuram qabağına bir dənə. Olsun nə? 10 üstünə 5 idi, hə? 10 üstü 0 2 3 4 5. 10 üstü 5 idi də məsələmin şərtində. Yes, baxın. Əla. Bir dənə indi massiv yaradıram mən burada. Int massiv array ölçümü də verirəm. Max v plus 1 qoyuram. Bir dənə də əlavə qoyuram da hər ehtimal. Bir dənə də boş yer artıq yaradıram. Bu qədər. Massivimi də yaratdım. Okey, bunlar yerində. Bunlar yerində. Int n-sinin bu dəyişməyəcək. İndi mən burada for yazıb massivimin elementlərini doldurmalıyam. For int i bərabərdir 0-dan, i kiçikdir n-dən, i plus plus. İndi burada nə edirəm? Bir dənə int x götürək. X-i sinələyək. Və belə eləyək. Sayma üsulu deyirsə, mən burada massivə ədədin özün yox, ədədin sayını daxil eləyəcəm. Bildin necə? Yes. Məsələn, 6 ədədi, məsələn, belə, massivimizin adı nədir? Array, düzmü? Array x. Array x nədir? 6-cı yerdə duran element. Yəni 6 ədədi, düzmü? 6 ədədin sayını bir vahid artırıram həm də. Başa düşdün necə? Bax, biz normalda massivimizin ədədlərimizi yığırdıq. Məsələn, burada for yazsaq, sin array i yazsaq, arrayimizin elementlərini yığırıq da, məsələn, array. Amma mən yuxarıda bir vahid ona görə böyük götürdüm ki, 0-dan indeksləmə başlayır. 10.000 ədəd, 10.000-ci ədəd normalda bizim massivimizi yaradanda
9999 indeksi olur və 10.000-ci ədəd olur. Amma mən 10.000-ci ədədi 10.000-ci yerdə yad saxlamaq istəsəm məcburam 10.001 dənə. Sıfırdan başlamayıb da birdən Yes. Elə bir birdən nəzəri olaraq başlayır, amma massiv sıfırdan başlayır. 10.001-ci elə bil yaradıram, massivin uzunluğunu 10.000-ci yerdə saxlayıram. Nə edirəm burada mən? Məsələn 6-cı yerdə duran element, məsələn normalda burada 6 daxil eləsəm, massivin 0-cı yerdə duran elementi 6 olacaq. Amma mən nə edirəm? Nə x götürürəm və x-i daxil edirəm. X-in qiyməti 6-dırsa, mən 6-cı yerə aparıb yazıram 1. Yəni mənim 1 dənə 6-m var. Elə yad saxlayıram. 1 dənə də 6 gələndə 6-cı yerə 2 yazacağam. 6-cı yerə 3 yazacağam. Başa düşdün necə? Qəşəng. Əla. Hə, bu o deməkdir. Yəni məsələn x-ci yerdə duran elementin sayı bir vahid artır. Dedim ki, qlobal olaraq yaratdığımız massivdə indeksləmə okey, dəyərlər 0 olur. Sayılara görə soldan başlayacağıq. 1-1 yazacağıq. Məsələn 1 3 dənəsə 1-1 yazacağıq. Yes. 5-ə baxacağıq. Əla. Əla, təbii ki. Yes. Hə, dedim ki, sıfırlanır. Əgər biz bu massifi içəridə yaratsaq, daxilini element doldurmasaq, problem idi. Niyə? Çünki massivimizin elementləri olmalıdır. Massiv statikdir. Mütləq təyin eləmişiksə, təyin elədiyimiz qədər element daxil edilir. Amma qlobal olaraq təyin eləyəndə avtomatik özü için sıfırla doldurur. Element doldurma fərqi yoxdur massiv üçün. İçində sıfırlar durub və bu yaddaşda da artıq yer tutmur. Əla. Deməli, arrayimizin x-ci elementlərini daxil elədik. İndi nə edirik? İndi bizim forumuzun məntiqi biraz dəyişəcək. For başlayacaq for int i bərabərdir 0-dan başlayacaq, i gedəcək ara qədər. Kənan. Yes, yəni maksimum v-yə qədər. Maksimum v yazmışıq, 10-5. Kiçik bərabərdir gedəcək. Çünki 10-5-ci yerdə duran ədəd. Yes, massivimizin ölçüsü 10-5 plus 1-dir çünki. Əla. Qəşəng. Max v-ni yaratdım. i-ni artırdım. İndi burada aşağıda bir də. Nə yazıram? If sıfırdan fərqlidirsə, birinci. Və sıfırdan fərqliyə ehtiyacı yoxdur. Özü onsuz avtomatik keçir o. Sıfırıncı yerdən duran elementləri keçir onsuz. Keçirsə onda sayına qədər for qurulur. Yes. For int j bərabərdir 0. J kiçikdir. J kiçikdir. Max v i Arrayimizin nə hansı elementi? array i. Arrayın 20-ci elementi. Və j də plus. Düz. Və nə edirik? Cout hər dəfə i. Razısan? Necə oldu məntiqimiz? Array yaratdıq. Maksimum ölçünü götürdük. Maksimum ölçüdən bir vahid ölçüdə array yaratdıq. Çünki maksimum ölçünü yerində saxlaya bilək deyə. Elementlərimizi array elə yerləşdirmədik. Biz sayğaz kimi yerləşdirdik, saydıq. Məsələn, əlimizə 1 gəlirsə, birinci yerə 1 yazırıq. Bir dənə də 1 gəlirsə 2 yazırıq. Artıq bilirik ki, bizim bir elementimizdən 2 dənə var. Yəni indeks burada elementin özüdür. Dəyər isə onun sayıdır. Bir növ map məntiqi işlətdik. İndeksin sıralanmasından istifadə edirik. Deyir ki, 1, 2, 3 olsa. Yes, indeks zaten sıralıdır. Bəli. Sortda avtomatik olaraq sortlanmış olur. Yəni sortda ON işləyirdi bir dənə. ON login işləyirdi. Düz. Burada eyni məntiq işləyir. Çünki bizim bəzilərimizin 0 sayı var. Yuxarıdakı for işləyir, amma aşağı 0 deyə işləmir bəzən. Yəni bəzən işləyir, bəzən işləmir, bəzən işləyir, bəzən işləmir. Yəni bu avtomatik olaraq incə bir dənə yoxlayaq məsəl üçün. Bunu run elədim mən. Gəldim bax buradan bunu kopyaladım. Okey. Getdim atdım terminala. Görə düz yazmışam. 1 2 3 sıraladı. İndi bayaqki kodun keçmə müddətini gördük. 264 millisaniyə. Düz. İndi görək bizim bu kodumuz nə qədər daha sürətli mi, yoxsa daha zəifdirmi? Yəni bunu müəyyən eləyək. Bəlkə sort daha yaxşıdır, yəni mən də heç bilmirəm. Təqdim eləyək görək. Bəlkə səhvdir, yəni zaman limitinə düşəcək və s. İnternet problemi var? Yox. Okey, konfigurasiya olunur. Gördün? Bəlkə neçə idi? 260. İndi neçədir?
159 millisaniyə. Bax ona görə deyir sıralama sayma ilə. Yəni məsələnin adında deyir ki, sayma ilə sırala. Sayma ilə sıralama budur. Yəni mən ona görə bu iki dənə məsələni qoydum. Yəni eyni məsələni niyə baxım həllinə ikisinin? Yəni ona görə göstərmək istəyirdim ki, düz yazdığın həll düzdür. Sort standartı in login ilə işləyir. Amma bizim bu həllimiz çox yaxşı vaxtda oyun kimi işləyir. Nə olsun 2 dənə for var içində? Məsələn, elə inputlar ola bilər ki, orada bizim yazdığımız həll daha pis olsun. Bilirsən, sortda da həmin input. Burada pis işləyəndə sortda da oyun kvadrata qədər yüksələ bilir. Yəni quick sortun şeyidir, randomized. Yes. Biz yəni sortu həmişə qarant vermirik ki, oyun login işləyir. Yəni biz ümumiyyətlə sortu götürəndə məsələn ən sürətli sort istifadəmiz quick sortdur. Quick sortda deyirik ki, pivot elementin seçildiyi mövqeyə əsasən oyun login işləyir və yaxud oyun kvadrat işləyir. Yəni bunu deyirik. Yəni burada da bizim vektoru yazdığımız sort heç vaxt qarant verə bilmərik ki, biz oyun login ilə işləyir. Yəni o yaxşı halda oyun login ilə işləyir. Yəni elə bir inputumuz ola bilər ki, oyun kvadrata qədər yüksələ bilər. Və biz bunu göstərdik ki, bizim yəni sayma ilə buna yazdığımız həll vektorun avtomatik sortundan daha sürətli işləyir. Əla. Bu məsələnin həlli bu idi. Digər məsələmizin həlli necə? Rekordda var da onsuz. Rekord olur. Yes. Hə. O rekorda ancaq YouTube'da girib baxırıq sizin kanalda. Yes. Orada ancaq linklə girib baxa bilərsiniz. Yəni belə linksiz baxa bilməzsiniz. Çünki analisti paylaşmışam. Mən göndərdiyiniz link var ki, o. Yes, qrupun description-dan da yerləşdirmişəm. Bizim olduğumuz qrupun, yəni ICPC qrupunun. İndi gəldik daha maraqlı bir məsələyə. Bunun kodunu Kənan yazsaq və mütləq uşaqlar yazsaq. Deməli belədir, verilmiş ədədlər ardıcıllığı var. Bu ədədləri əvvəlcə son rəqəmlərinə görə artan ardıcıllıqla düzürük. Əgər son rəqəmlər bərabərdirsə bir-birinə, onda özlərinin qiymətlərinə görə artan ardıcıllıqla düzürük. Başa düşdünüz necə? Bizə təklikləri var da, onlara görə düzülür. Yes. Bərabər olsa da özü. Yəni 2 rəqəmlikdə bütün ədədlər 1 ilə 100 arasında. 1 ilə 100 arasındadır. Ədəd tək rəqəmlidir ya da 2 rəqəmlidir. 3 rəqəmli ədəd yoxdur. Bilirsən necədir bu məsələnin həlli? Heç bir şeydə məsələnin həllini demirəm. İpucu vermirəm, sən yaz. Yəni MIT-də olan yoldaşlarımızın da nəsə tövsiyələri varsa, maraqlı həlləri yazsınlar. Biz baxarıq. Sonra da bir yerdə həll eləyərik. Bu iki məsələni artıq yerinə yetirdik. Ancaq bunlardan çıxa bilərik və üçüncü maraqlı məsələmiz. Bunun çox qəşəng maraqlı həlli var. Çox qəşəng maraqlı həlli var.
Necə eləmək düşünürsən? İkisində payment istədim. Number sıfatı iki eləmə də buna görə. Böyle bunun üstüne Hə, yapmışsın. birincisine şey elədim. Tək bölümdə qalanını qoydum. İkisində də ona görə də cavabım. Ki necə sort özü payri sortlayanda birinci first-ə görə sort. Ona görə təşkil sortlayır. Sonra təzədən bu vektoru gəzir, yoxlayır. Yani peyri bir başta sortlasan cevap vermeyese. Axı deyir orada təklə bərabər olsa şeyə görə, onluqlara görə sortla. Yəni bəlkə yer dəyişir olur. Ama sen yeni əksine yeni sortlayıp əksindən çap edəsən necə? Sen ikinci elementi first'e koyursan. Yeni bir peri qurulur yoxsa? Bu peyirdə, bu peyirdə. Ha. Bana ne edirsən? Bir təkliyi əvvələ qoyursan, onu sonraya qoyursan. Elə eləmişim. Birinci təşkil etdiyi sonra. Əfsəndə onu peyirlə sort edirsən. Ha. Bir on sonra avtomatik özü ilə sort edir də. Sonra da əksən peyirlə eləməkdən Peri ikincisine baxılır, birincisi bərabər olsa. biz Baxılır. əlbəttə ki, yəni əlbəttə ki baxır. Baxır. Peyri əslində mən bugün keçmək fikrim var idi. Peyri bugün keçək amma yəni elə alındı ki, vaxtımız çatmadı mümkün qədər. Bir də yoxla, alınmaz sonra dediyi tətbiq edirsən. Birinci first-ü, əlbəttə, birinci second-ü, sonra first-ü. Bəs burada tək rəqəmli ədədi nəzərə alınsan, Sıfır edəcəkdir zaten. Onluqda. Təşkiləndə buna verəndə okey, çap sıfır olur. sıfır. O da Sıfır başa bir. gelir. 2'dən 1 varsa, 2'dən də 0 olur. Məncə bunlar uyğun olar. Yəni bunu yoxlayarsan, başqa heç bir şey yox ki. Onu görürsən şeyləri, balaca düşür orada. Gözlə mən sənə deyim yaz. Bu əlini yazmışsan da yəqin 7 dənə yeməkdir. Aynen. Bu şöyle fast yolda xəta veriyorsun. Burada hata verir. iOS base ve iOS alttan kat base. iOS base seyirci Studio Flows Laptop'sun siyah tek 10 second nokta bir şey mütersas bağla. Burada ilgiler tutmuş. Ha düz rasyon. Al. Rasyon. Evet, tamam. 7 elemekti. 12 15 43 13 20 1 ve 15. 20 01 0 gəlin yazınca 0 qoymasın tek olarlar. 20 01 12 13 43 15 15. 15 qəşəng. Bir də sıra səslərlə if əgər first seconds 0 first yox pair second 0-sa else təkcə first satsın. Sən burada yanıtın yoxdur, açıq. Burada yox. Okey. Aça bilərəm. Acaba bilirsən sapala, bilirsən sapalını gir, yoxla, gör timingə düşürmü? Beni artıq koydum ha. Bax burada. Nə ram ver, gör, nəsə problem yoxdur. Hələ. Random 3 sənə rəqəm qoyur da 3 sənə. 12, 1, 15. 1, 15, 12. 1, 12, 15. Yoxsa 1 2 5. Yes. Yoxlayırıq 1 Ya bəs 12 15. 10 olsa nə olacaq? 1, 1, 10, 15 olsa məsəl üçün. 3 dənə də 1,
Fuad bu həll keçdi. Yoxlamısan yəni itibarilə. Onu da yoxlamısansa qəşəng. Okey. Qəşəng əla məntiqdir. Şey də Kənan da belə yazıb. İndi görək onun kodu. Okey, niyə kompilyasiya olmadı? Hər şey yoxdur. Okey, bildim hansı hissəsini. Yes. Cənab bunu 0 onda. Ne oldu? Problem var. Parol yazından çıxır. Təzəli. Okey, kod şey rahat, mən buradan götürüm yoxlayım. Kesin vəd kimi. Yüz dənə də testi var. 99 dənə. Qəşəng. İdeal. Bir dənə gözlə, mən bir dənə kod şeir açmıram. Kod şeir. Okey, sən de mənə. Balaca A, balaca X. Böyük V, N. Böyük bu, böyük N. Bəli. Mhm. Balaca P, böyük D. Balaca P, böyük D. Əla. Okey. Bax sənin kodundur bu. Təqdim edirəm. Gözlə bunu bağlayayım mən. Əla. İkiniz də pair nə yazmısınız? Və biz pair keçməmişik. İndi məsəl üçün mən pair bilmirəm. Mən necə başa düşüm sizin kodu? Fuadxan da pair nə yazıb, sən də pair nə yazmısan? İki dənə vektor quracağıq. Terminal kömək eləyər heç, o heç. Amma pair nə yazmısan? 2 dənə vektor qurursan, okey, vektor bölürsən 2 dənə vektora yığırsan, pairi vektorla çevir, əvəzləyirsən. Olar. Sortda problem çıxacaq. Olar. Peki bir-birinə bağlantılıdır da bu vektorun. Orada necə eləyəcəksən sort? Sortu da əlimizlə yazaq ki, həmin onu sort eləyəndə indeksdən o birisinə dəyişsin. Yes, amma onun time limit söhbəti var. Başqa bilmirəm. Başqa mənim də görək belə bir ideyam var. Belə bir maraqlı bir ideyam var. Görək olarmı, olmazmı bilmirəm. Həm də funksiyada istifadə etmək istəyirəm. Funksiya dərsində keçmişdik keçən dəfə, ona uyğun da bəlkə bir şey. Gəlin. Gəlin, belə bir şey yazaq. Bax, int n bu sayımızdır. Sinin daxil elədiyi n'ləri. Bu bizim while'ımızı nə bil daxil edir. Bir dənə vektor yaradıram, vektor. Vektoru bilirik də, keçmişik onsuz. Int. Adını qoyuram a və ölçüsünü də verirəm. N bildiyimə görə standart ölçü də verirəm vektoruma. N ölçülü bir vektordur. Şimdi for int i bərabərdir 0, 2 kiçikdir n, i plus plus və vektorumun elementlərini də daxil eləyirəm. Düzmü? Okey, mən vektorumun içine elementlərini doldurdum. Mənim vektorumdur. Düzmü? Mən indi baxın, vektoru sort eləyə bilərəm. Vektoru sort eləyə bilərəm. Amma burada hiləgər sortdur və deyir ki, birinci, ikinci rəqəmlər sort olsun. Düzmü? Bu adi sortdur. Bu normal bizim bildiyimiz sortdur. Nə edirəm mən? Mən gəlirəm. Burada bir dənə funksiya yaradıram. Bul dəyişəni verirəm. Adını da qoyuram. Nə bilim, belə bir random bir ad qoyuram. Yazıram. Int A qəbul eləyir və int B qəbul eləyir. Düzmü? 2 dənə dəyər qəbul eləyir. If əgər A qalığı
A-nın qalığı bərabər deyilsə B-nin qalığına. Düzmü? Yəni ikinci rəqəmlər bərabər deyilsə, kiçik olan birinci qolaydı alsaq da. Nə return eləməliyəm? Return eləyirəm nəyi? A faiz 10 kiçikdir B faiz 10-dan. Düz. Yəni bu returnun qarşısında ümumiyyətlə bu əməliyyat icra olunacaq. Bu dəyişimi dəyər qaytaracaq. Ya false ya true qaytaracaq mənə. Mən buradan biləcəm bir şey düzdürmü, səhvdirmi? Yes, yes. True-dsa bu yazdığım kimidir. İndi bunun əks halı olan olur. Else halını yazmıram. Return birbaşa qaytarıram. Nə? Adi qaydada müqayisə. Düzmü? Hər ikinci rəqəmləri eynidirsə, adi qaydada müqayisə edirik də. Birinci, ikinci. Okey. İndi maraqlısı görün necədir? Maraqlısı necədir? C++-da belə bir şey var ki, bool tipində olan hər hansı bir funksiyanı hazır funksiyanın daxilində istifadə eləyə bilirik. Məsələn, sort kimi. Necə greater int istifadə eləyirdik. Greater də özü bir funksiyadır. Greater standart funksiyadır. Bu funksiyada mən yaratmışam. Və gətirirəm mən bura. Bax, həmin bu CMP-ni atıram. Sort məntiqi necə işləyir? Elementləri müqayisə eləyir. Artığına baxacaq. Yes. Elementləri müqayisə eləyir, dəyişir. Düzmü? Bax, CMP-ni atıram. Heç mən burada normalda funksiyanın parametrləri var da. Normalda mən bura parametr ötürməliyəm. Bax, parametri də ötürmürəm. Bax, özü avtomatik işləyəcək, ötürəcək onu da. Bax, C++-da belə bir şey var. Yadda qalsın, lazım olar. 100% olar. Elə bir funksiya olsaydı ki, məsələn, 3 dəyişənli olsun. Yəni bu dəyişənsiz yazsaq işləyə bilərdi də belə bir funksiya. Burada 3 dənə parametr olsaydı. Tutalım ki də, yəni məsələ. Hə, o biraz maraqlıdır. Çünki sortun məntiqi 2 dəyişəni müqayisə eləməklə işləyir. Yes, sortun məntiqi nə var? Bir sort daxilinə biz bir də veririk ki, sən buradan bura qədər get, öz məntiqi ilə işlə, bir də bunu nəzərə al bizi. Hə, bunu verir. 3-də 3-ü məncə problem olar. Çünki sort 3-ü 3-cü elementi hardan tapıb qoyacaqdır ora. O məsələ var. Heç nə. Bir dənə də for yazırıq yenə. Baxın bu foru. Baxın bu foru. Buradan da bir dənə cout eləyirik. Artıq elementlərimiz bizim nizamlı şəkildə düzülüb. Görsən necə bir maraqlı belə kreativ həlləri də var bu məsələlərin. Görsən hamısında bir fərqlilik, maraqlılıq çıxır ortaya. Bəs bir şey. Bir dənə run eləyək. Bəlkə mən səhv yazmışam, bəlkə işləməyə bilər. Yəni yoxlamaq lazımdır. Bunu buradan kopyalayıram. Gətirirəm terminalıma, yapışdırıram və enter bastıram. 21 12 13 43 15 15. Ən optimal olur ki, biz memory limitdə də biz əlavə bir pair qururduq. Hələ vektor. Yes, bax əlavə vektor qururdunuz. İçində də pair elə 2 qatı. Bir dənə pair qururdunuz. Sort eləyirdiniz. Sortun daxilində bir də if şərti qoyurdunuz cout-da da hələ. Mən isə yəni pair-i biz növbət dərs keçəcəyik. Pair orada danışacağıq nədir? Bax görsün pair yazmısan, pair bilmir nədir. Soruşur ki, pair nədir? Mən pair də istifadə eləməmişəm. Heç şey, bunu gəlin yoxlayaq indi görək keçirmi, keçmirmi. Məsələmizin həlli keçirmi, keçmirmi. Yəni bəlkə keçməyə bilər, yəni mən dəqiq bilmirəm. Sadəcə mən standart sort funksiyası özü arxada seçir, hansı quick sortunu seçəcək yoxsa hansı? Və o quick sort deyil, öz fərqli məntiqi ilə işləyir. Yəni standart bir sort deyil. Sort ki, 2 dənə dəyişənlə işləyir də. Yes. İndi baxaq da bizim burada o şey üçü də eynidir, heç bir şey. Fərqli yoxdur. Əla. Yəni belə. Yəni bu məsələmizin də belə bir maraqlı kreativ həlli var idi. Buradan da yeni bir şey öyrənmiş olduq. Yəni bax bunu çox önəmlidir, çox vacibdir. Yəni bunu yadda saxlamaq. Çox önəmli və çox vacibdir bunu yadda saxlamaq. Bax bunu. Yəni bunu yox, bu zaten içində məntiq yoxdur, bax bunu. Yəni bunu tək sorta yox, başqa sort kimi deyər, nəsə bir əməliyyat. Funksiyaları üçün. Yes, əməliyyat yerinə yetirir. Bunu ən çox məktəbdə falan tətbiq edirlər belə şeyləri. Mən orada çox görmüşəm. Mən normalda məsəl üçün olsam deyərdim ki, buna parametr necə, yəni funksiyadsa parametr ötürmüsən, bu necə işləyə bilər? Yəni bunu mən öyrənmişdim
Almanya Universiteti vardı, Konstruktor Universiteti. Onun burada şeyi var idi, yay məktəbi. Adam Universitetində olurdu. Mən də ora qəbul olmuşdum. Orada öyrənmişdim ki, belə bir şeydən mümkün olurmuş. Yəni orada gördüm ki, belə bir şey mümkün olur. Yəni ISP-sə də istifadə eləmişikmi? Yox, ehtiyac olmayıb hələ ki. Bəlkə biz eləyərməmişik heç istifadəsini, amma yadda saxlayın. Yəni Codeforce-da bununla bağlı çox məsələlər var. Yəni belə istifadə edə biləcəyimiz. Tək sort olmasın, başqa istənilən bir şeyə tətbiq eləmək olar. Belə, sualınız, təklifiniz, iradınız, ideyanız nəsə varmı? Okey, əla. Mitdə olan yoldaşlar, sizin nəsə bir sualınız varmı? Okey, böyük ehtimal yoxdur. Heç bir şey onda biz yekunlaşdıraq yavaş-yavaş. Recordingi